Salam ay doktor. Bizim analizlərin cavabı nətər oldu? Mən sizin analizlərinizə baxdım. Kiçik bir araşdırmalardan müşahidə elədim ki, burada heç bir ciddi problem yoxdur. Laboratoriyaların cavablarından sonra da mən sizə daha ətraflı məlumat verəcəm. Amma indi sizə mən burada bəzi preparatlar yazacağım. Onlardan sonra sizin uşağınız olacaq, doğacaqsınız. Kim? Mən? Bəli, ola bilsin ki, siz hələ əkiz doğasınız. Ay bala, sən nə danışırsan? Mən gəlin getmişəm. Mən doğacağım əkiz. Gəlin gətirmişsiniz. Bəs siz niyə analiz verirdiniz? Dolanmısınız məni? Bu başıma xiraz, bu nə danışır? Ay həkim, mənim ərim bölüb, mənim 3 dənə uşağım var. Mən bundan sonra nə doğasıyam? Sən deyədin ki, gəlinin dalıyca girgindən uzuya, zad elə kömək elə. Mən də dedim ki, yenidən yatdan nəsə lazım olar da. Az bu nə həkimdir gətiribsən? Bunun özündən başı çıxmır. Sənə baxmaqdan mənə baxır. Yalandan küfləyəcək firma dərmanlarına olur. Allah bilir nə olacaq. Bas bağlayır. Ya qədər səni aparacaq sevincin yanına molladı. Sana deyəcək, uşağın olacaq ya yox. Yaxşı dur. Dur başı. Deyək ki, o prostat qadının sənədləri budur. Ofeliya!